Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, hörmətli Mərkəzi İcra Hakimiyyəti orqanları rəhbərləri və iclas iştirakçıları. 2025-ci ilin dövlət büdcəsinin icrası cənab Prezidentin apardığı diplomatik fəaliyyətin uğurlu nəticəsi hesab edilən, dövlətimizin suverenlik və ərazi bütövlüyünün təm bərpası ilə başa çatan, zəfərin məntiqi davamı kimi dəyərləndirən Vaşinqton razılaşmasının paraflanması, hərbi gücümüzün artırılması, sosial layihələrin icra edilməsi ilə yanaşı, dövlət maliyyəsinin idarə edilməsi sahəsində aparılan islahatların davam etməsi ilə müşahidə olunur. Hesablama Palatası tərəfindən Milli Məclisdən daxil olmuş 2025-ci ilin dövlət büdcəsinin icrasına dair qanun layihəsinə və onunla birgə təqdim olunan hesabata dair rəy hazırlanmışdır. Rəy, dövlət büdcəsinin icrası barədə illik hesabatın və müvafiq qanun layihəsinin təsdiq olunmuş göstəricilərə, mövcud qanunvericilik aktlarına, eləcə də ölkənin strateji sənədlərinə uyğunluğu, icra edilmiş dövlət büdcəsinin gəlirləri, xərcləri, dövlət borcu, büdcə kəsiri göstəricilərinin düzgünlüyü və tamlığı barədə kənar dövlət maliyyə nəzarət orqanının qiymətləndirici mövqeyini ifadə edir. Dövlət vəsaitinin daha rasional istifadə edilməsini təşkilatların ən ümdə vəzifəsinə çevirmək əsas hədəf hesab edilməlidir. Bu iş ötən ilin dövlət büdcəsinin icrasının və ümumiyyətlə dövlət maliyyə idarə etmə sisteminin intizam fəlsəfəsi üzərində qurulmasına xidmət edir. Bu məntiqlə çıxış edərək 2025-ci il həm də ölkənin son illərdə ən vacib strateji sənəd hesab edilən Azərbaycan Respublikasında 2022-26-cı illər sosial-iqtisadi inkişaf strategiyasının 4-cü ilinin icrası üzrə hədəflərin reallaşdırılması, qəbul edilmiş bir sıra dövlət proqramlarının və strategiyalarının icrasının bitməsi, həmçinin dövlət maliyyəsi müstəvisində Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üzrə strategiyanın 2022-25-ci illər üzrə yenilənməsi çərçivəsinin icrası baxımından xüsusi əhəmiyyət kəsb edir. Hörmətli millət vəkilləri, rəyimizdə əks olunmuş əsas nəticələri qruplaşdırmaqla təqdim etmək istərdim. İlk olaraq dövlət büdcəsinin icra edildiyi makro çərçivə barədə. 2025-ci ildə ümumi daxili məhsulun, o cümlədən neft, qaz və qeyri-neft qaz sahələri üzrə ümumi daxili məhsulun proqnoz və fakt məbləğləri demək olar ki, üst-üstə düşmüşdür. Ümumi daxili məhsulun məbləğinin proqnozdan kənarlaşmasına səbəb olan ənənəvi neft qiyməti amili hesabat ili üçün aktual olmamış. Bu göstərici üzrə proqnoz və fakt qiymətləri çox cüzi fərqlənmişdir. Lakin 2025-ci ilin baza senaryosu üzrə təqdim edilən proqnozlar və icra parametrləri arasında müəyyən fərqlər müşahidə edilir. Qanun layihəsi və illik hesabatın qanunvericiliyə uyğunluğu barədə. 2025-ci il ərzində dövlət büdcəsinin icrası ilə bağlı məlumatlar, büdcə sistemi haqqında qanun 18 və 20-ci maddəsi ilə müəyyən edilmiş müddət və formalara əsasən uyğun təqdim olunmuş, tələb olunan məlumat və göstəricilər qanun layihəsindən və illik hesabata daxil edilmişdir. Aparmış təhlillər qanun layihəsində əks etdirilmiş dövlət büdcə gəlirlərinin və xərclərinin əsasən düzgün olduğunu deməyə əsas vermişdir. Fiskal intizamla bağlı. İlk öncə qeyd edim ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri müstəqilliyimizdən bəri ən yüksək həddə çataraq 39,2 milyard manat təşkil etmişdir. Gəlirlərin həcminin əhəmiyyətli artımı fonunda eyni ilə xərclər üzrə müşahidə edilən tarixi artım nəticəsində mütləq rəqəm 38,6 milyard manat olmuşdur. Lakin xərclər üzrə son 10 ildə ən aşağı icra faizi məhz ötən il 93,2% nisbətində müşahidə edilmiş, proqnozla müqayisədə büdcə xərcləri 2,8 milyard manat az icra edilmişdir. Bu da digər fiskal intizam parametri olan büdcə balansına təsir etmişdir. İcmal büdcədə də 2025-ci ildə profisit müşahidə edilmişdir. Bu göstərici müvafiq olaraq 3,3 milyard manat və ya ümumi daxili məhsulun 2,6%-də müşahidə edilmişdir. Profisitin yaranması mənbəyi dövlət büdcəsi ilə yanaşı Dövlət Neft Fondu, Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən Sığorta Fondu,
Naxçıvan Muxtar Respublikasının büdcəsində yaranan büdcə artıqlığıdır. Beləliklə, müstəqillik tarixində ilk dəfədir ki, icmal büdcənin 6 komponentinin 5-i üzrə büdcədə profit müşahidə edilmişdir. Fiskal qaydanın tətbiqi ilə bağlı. 2025-ci ilin büdcə qaydasının əsas göstəriciləri icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ödəyimə nisbəti 18,6, dövlət borcunun ümumi daxili məhsula nisbəti 20,1% olmuşdur. Hər iki göstərici üzrə əldə edilən nəticə qoyulan hədəfə uyğundur. Burada bir məqamı qeyd edilməlidir, xüsusilə birinci göstərici ilə bağlı. Qeyri-neft ümumi daxili məhsulun yüksəlməsi qeyri-neft büdcə kəsirinin nisbətinin azalmasına səbəb olur. Eyni zamanda, əgər dövlət büdcəsinin xərcləri tam olaraq icra edilsəydi, o halda icmal büdcə xərclərinin həcmi həmin nisbətdə böyüməli idi. Bu da qeyri-neft büdcə kəsirinin nisbətinin dəyişməsinə səbəb ola bilərdi. Yəni, xərclərin icra edilməməsi sonda fiskal intizam normasına əməl edilməsinə səbəb olmuşdur. Gəlirlər, o cümlədən vergilər barədə. Əvvəlki illə müqayisədə hesabat ilinin dövlət büdcəsinin gəlirlərinin tərkibində həm vergi gəlirləri, həm də qeyri-vergi gəlirlərdə artım müşahidə edilmişdir. Belə ki, 2024-cü ilə müqayisədə 2025-ci ilə vergi gəlirləri 1,5%, qeyri-vergi gəlirləri 10,2% artmışdır. Lakin cəmi gəlirlərdə vergi gəlirlərin payı azalaraq 52,2%-ə, qeyri-neft gəlirlərin payı isə artaraq 47,8%-ə çatmışdır. Qeyd olunan dinamika qeyri-vergi gəlirlərin artımında əsasən transferlər və digər alternativ mənbələrin həlledici rol oynadığını göstərir. Transferlərlə bağlı. Hesabat ilində icra edilmiş dövlət büdcə xərclərinin 6,6%-i büdcədən ayrılmış ayırmalar və transferlərlə bağlı olmuşdur. Büdcədən transferlər əvvəlki illə nisbətən 8,9% azalmışdır. Bu vəsaitlərin aylar üzrə təhlili, proqnoz və icra göstəriciləri arasında əhəmiyyətli fərqlərin olduğunu göstərir. Dövlət büdcəsindən transferlərin əksinə olaraq, dövlət büdcəsinə transferlər üzrə aylıq göstəricilərin proqnoz və icra göstəricilərində demək olar ki, kənarlaşma izlənilməmişdir. 2018-ci ildən başlayaraq büdcədə neft sektorunun payının qismən azalması da müşahidə edilmişdir. Ötən il bu rəqəm 48,1% enmişdir. Daha bir göstərici dövlət neft fondunun transferinin dövlət neft fondunun gəlirlərinə nisbəti 84,3%-ə çatmışdır. Dövlət proqramları ilə bağlı. Ölkədə orta müddətli xərclər çərçivəsi islahatların mövcud tempini nəzərə alsaq, Dövlət Proqramlığı İnstitutunun 2021-ci ildən yaradılmış yeni formatını daha aktiv şəkildə aldığını qeyd edə bilərik. Nəticədə qeyd olunan tarixdən cari dövrədək, yəni son 5 ildə dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirməsi əsasında 15 dövlət proqramı, həmçinin 6 strategiya, 2 konsepsiya, 3 fəaliyyət planı, ümumilikdə 26 sənəd qəbul edilmişdir. 2025-ci il istər bu qayda əsasında, istərsə də əvvəlki dövrlərdə qəbul edilmiş bir sıra dövlət proqramlarının icrası bitmişdir. İcrası bitən 8 dövlət proqramı və digər 3 strateji sənədlərin heç də hamısı haqqında büdcə sərfində məlumatlara rast gəlinməmişdir. Digər tərəfdən proqramlarla bağlı təqdim edilən informasiya yalnız bir il üzrə maliyyələşmənin izahında özünü əksini tapır. Apardığımız hesablamalar dövlət büdcəsində proqramlarla bağlı 6,1 milyard manatdan çox vəsaitin yönəldiyini deməyə imkan verir. Hesablama palatası olaraq büdcə zərfində dövlət proqramları və digər strateji sənədlərin nəticəliyi, o cümlədən maliyyə və qeyri-maliyyə göstəricilərin geniş öz əksini tapmasını məqsədə uyğun hesab edirik. Fiskal risklərlə bağlı. Hesablama palatası olaraq fiskal risklərin icra prosesində reallaşmasında təhlilini aparmışıq. 2025-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı büdcə sənədləşməsində əsas risklər kimi xam neftin qiymətinin dəyişməsi, dövlət borcu və zəmanəti üzrə maliyyə öhdəlikləri, büdcə xərclərinin dayanıqlı gəlir mənbələrlə təmin olunmaması və iqlim dəyişiklikləri şərh olunmuşdur. Bu risklərdən hesabat ilində neftin qiyməti və iqlim dəyişiklikləri aktual olmamış, dövlət borcu ilə bağlı isə tələbatın əsasən qısa müddətli istiqrazların cəmlənməsi ilə bağlı narahatlıq əsasən aradan qaldırılmışdır.
Sadalanan risklərlə yanaşı Hesablama Palatası 2025-ci ilin dövlət büdcəsinin layihəsinin rəyində, eləcə də 2025-ci ilin 6 ay üzrə dərc etdiyi yarım illik məlumatlarda aktual hesab etdiyi əlavə fiskal riskləri, eləcə də diqqətdə saxlanmalı məqamları da əks etdirmişdir. Bu risklər mövcud vəziyyəti diqqətinizə çatdırmaq istərdim. Xəzinədən kənar əməliyyatların artması, hüquqi haqlarda dəyişikliklər bu riski aradan qaldırmışdır. Bəzi xərc istiqamətləri üzrə büdcə intizamının aşağı olmasının davam etməsi, hesabat elində xərclərin 93,2% olmaqla icra edilmişdir. Dövlət büdcəsinə vergi borclarının artması, hesabat elində dövlət büdcəsinə vergi borcları 4,4% artmışdır. Təminat fonduna qaytarılması nəzərdə tutulan məbləğin aşağı icrası, 2025-ci il ərzində təkrar borc sazişləri üzrə proqnozun aşağı icrası bu mənbəyin effektivliyində problemlərin mövcudluğunu göstərməkdədir. Büdcə və digər hesabatlıqlarla bağlı. Bu il ilk dəfə dövlət auditinə rəqəmsal həllərin tətbiqi vasitəsilə qanunvericidə müəyyən edilmiş hesabatların toplanmasına və müvafiq məyarlar əsasında qiymətləndirilməsinə çalışmışıq. Bugünkü tarixə Hesablama Palatası tərəfindən 2025-ci ilin dövlət büdcəsinin icrasına da rəyin tərtib edilməsi zamanı 200-dən yuxarı təşkilatdan 1700-dən çox hesabat alınmışdır. Bu daha çox ola bilərdi. Lakin burada say önəmli deyil. Önəmli olan bəzi dövlət təşkilatlarında hesabatlıq işinin yetərli səviyyədə olmamasıdır. Buna əsasən rəqəmsal alətlərin natamam tətbiqi və peşəkar kadr potensialının sayının yetərsizliyi kimi amillərlə bağlamaq olar. Hesabatların vaxtında təqdim edənlərin sayı ümumi sayın cəmi 40% ətrafındadır. Nəzərə almaq lazımdır ki, hesabatı vaxtında təqdim edən təşkilatın hesabatlarında da natamamlıq və xətalara rast gəlinir. Bu hesabatların sayı da əhəmiyyətlidir. Hesabatların hazırlanmasına formal yanaşma onların analitik dəyərini azaldır. Hörmətli millət vəkilləri, rəyə 25 halda tövsiyələrimizin icrası, eləcə də təsdiqini tapan şərhlərimiz barədə məlumatı, habelə 46 yeni tövsiyəni daxil etmişik. Apardığımız araşdırmaların məntiqi nəticəsi kimi hörmətli millət vəkillərinə daha 3 təklifimizi təqdim etmək istərdim. Hesab edirik ki, xarici ticarət əməliyyatlarının rəsmiləşməsi sisteminin əhatəsinin optimallaşması şəraitində gömrük orqanları xətti ilə büdcə gəlirlərinin yığımı proqnozunun illər üzrə artan yekunla mənləşməsi təcrübəsinə yenidən baxılmalıdır. Yəni, ithal yığımlarının timsalında fiskal yükü ölkəmizin gömrük sərhədlərində optimallaşdırmaqla vergi intizamına əməl edən rezidentlərimizin iqtisadi aktivliyinin daha da təşviqinə üstünlük verməliyik. İthalda əlavə dəyər vergisi və gömrük rüsumları üzrə proqnoz göstəricilərinin hesablanmasında milli iqtisadiyyatımızın əsas hədəfləri, yerli istehsalın və ölkə daxili iqtisadi aktivliyin stimullaşması üçün güzəşt və azad olmaların genişlənməsi kimi konseptual yanaşmalar diqqət mərkəzində saxlanılmalıdır. İkinci təklifimiz büdcə sistemi haqqında qanunla bağlıdır. Bu qanun daha çox dövlət büdcəsi ilə bağlı ümumi prosedurları müəyyən edir. Ümumən dövlət sektorunun maliyyəsi və onun idarə edilməsi təfəkkürünü özündə tam ifadə etmir. Hesab edirik ki, dövlət sektorunun aktiv və öhdəliklərinin konsulə edilmiş hesabatlığı, vergi stimullarının təhlili və onların büdcəyə təsiri, iqtisadiyyatın sahələrinin büdcə gəlirinə təsirin qiymətləndirilməsi ilə bağlı məlumatlar büdcə sistemi haqqında qanunda təsbit edilməsi, habelə bəzilərinin büdcə sənədləşməsinə daxil edilməsi də faydalı ola bilər. Və nəhayət üçüncü təklifimiz parafiskal ödənişlərlə bağlıdır. Parafiskal ödənişlər, yəni təkrar emal haqları, pullu yollar, üzvlük haqları və s. toplayan təşkilatlardan onlardan istifadə haqqında hesabat təqdim etməlidirlər. Dövlət qurumları bu vəsaitlərin səmərəliliyin təhlili və mümkün büdcənin yenidən bölüşdürülməsi ilə bağlı qərarlar qəbul edilə bilər. Bu dəyişikliklər bir tərəfdən hesabatlığı və şəffaflığı, digər tərəfdən isə büdcədə proqnozlaşma institutunun etibarlılığını artırmış olar. Hörmətli millət vəkilləri, qeyd olunan araşdırmaların və təhlillərin nəticələrini ümumiləşdirərək, Hesablama Palatası belə qənaətə gəlmiş ki, Azərbaycan Respublikası Milli Məclisinə təqdim edilmiş Azərbaycan Respublikasının 2025-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və Azərbaycan Respublikasının 2025-ci dövlət büdcəsinin icrasına dair
illik hesabat qanunvericiliyin müvafiq tələblərinə uyğun hazırlanmış və təqdim olunmuşdur. Büdcə müzakirələri zamanı nəzərə almanızı xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.